Salam dostlar, kanalımıza xoş gəlmisiniz və bugün sizə antitopon anticismləri barəsində danışacağım. Əsas 5 mif və onları təkzib edən faktlar şəklində. Bu test çox istifadə olunur, amma tez-tezdə yanlış olaraq şərh olunur. Və bugün elmi sübutlarla bəzi mifləri aydınlaşdıracağıq. Antitopo tiroid peroksidaz hormonlarına qarşı yaranan anticismlərdir. Bu ferment tiroid hormonlarının sintezi üçün çox vacibdir. Bu anticismlər isə orqanizmdə qarşı mövcud olan immun reaksiyanı göstərmiş olur və çox zaman tiroid xəstəlikləri ilə əlaqəlidir. Və bununla bağlı insanlar arasında da çoxlu miflər vardır. Mif 1: əgər antitopo yüksəkdirsə, dərhal müalicə tələb olunur. Fakt isə rəsmi protokollar deyir ki, antitopomuz yüksək olsa belə, əgər tiroid hormonlarımız normaldırsa, hormon müalicəsinə ehtiyac yoxdur. İkinci mif: antitopo yalnız tənbəl zobda və ya hipotiroidizmdə artır. Yəni bu varsa, pasientdə tənbəl zob var deməkdir. Fakt isə odur ki, ən çox rast gəlinən autoimmun tiroid xəstəliyi olan Hashimoto tiroiditində antitopo 90% hallarda müşahidə oluna bilir. Lakin sağlam insanlarda, Graves xəstəliyində və digər autoimmun xəstəliklərdə də yüksələ bilir. Mif 3: antitopo səviyyəsi terapiyanın başlanğıcını göstərir və yaxud terapiyanın effektivliyini göstərir. Fakt isə odur ki, araşdırmalar göstərir ki, anticism səviyyələri müalicənin cavab göstəricisi kimi istifadə olunmur və olunmamalıdır. Hormon funksiyası və simptomlar bu zaman əsas kriteriyadır. Mif 4: antitopo yoxdursa, autoimmun tiroid xəstəliyi yoxdur deməkdir. Amma fakt olaraq mütəxəssislər göstərir ki, 5-10% hallarda autoimmun tiroidit anticismlər mənfi ola bilər və bu da ultrasəs və hormon testlərinin varlığı ilə özünü göstərir. Mif 5: antitopo yüksəkdirsə, hormon problemi mütləq vardır. Amma fakt olaraq antitopo yalnız risk faktorudur. Hormon balansımız normaldırsa, onları izləməmiz kifayətdir və bu tam reallığa uyğun deyil. Klinik praktikada biz nə edəcəyik? İlk olaraq tiroid hormonları yoxlanılacaq. Antitopo yalnız səbəbi aydınlaşdırmaq üçün istifadə oluna bilər. Əgər antitopo yüksəkdirsə və TSH normaldırsa, dərhal hormon müalicəsinə başlamaq lazım deyil və il ərzində sadəcə tiroid hormonlarını izləməmiz kifayətdir. Antitopo testini təkrarlamaq isə ümumiyyətlə lazım deyil və insan həyatında bir dəfə yoxlamaq bizim üçün kifayətdir. Xüsusi hallarda hamiləlik zamanı və digər autoimmun xəstəliklərdə müxtəlif radiasiya müalicəsi görmüş insanlarda antitopo yüksəkliyi daha yüksək risklə bağlı ola bilər. Pasientlər hansı suallar verir? Antitopo yüksəkdir, ancaq TSH normaldır, nə edək? Dərman təsiri olanlarda anticismlərin səviyyəsinin yoxlanılmasının nə mənası var? Antitopo yüksəkliyi nə proqnoz verir və kimdə hipotiroidizm riski yüksəlir? Sizə tövsiyə etdiyim odur ki, bütün bu sualların cavabı olaraq antitopo testi yalnız uyğun olan hallarda yoxlanılması və endokrinoloq tərəfindən yoxlanılması tövsiyə olunur. Hipotiroidizm riski olan pasientlərdə ailə hallarının, yəni ailə anamnezinin olduğu hallarda, autoimmun xəstəliklərlə birlikdə müşahidə olunan hallarda antitopo yüksəkdirsə, pasientə uyğun olaraq hormon izləmə paneli protokolu hazırlanmalıdır. Və bu hallarda pasientdə TSH və sərbəst T göstəriciləri regular olaraq izlənə bilər. Həssas qruplarda, konkret şəraitlərdə, məsələn, hamiləlik planlaşdıran qadınlarda anticismlər yüksəkdir və TSH rəqəmlərinə fərdi yanaşma vacib ola bilər. Ona görə də hamı üçün rutin olaraq və tez-tez antitopo yoxlanmaması lazımdır. Siz mifləri faktlarla əvəz edin, həkiminizə güvənin və yalnız həkim tövsiyəsindən sonra qan müayinələrindən keçməniz məsləhət görülür. Özünüzə yaxşı baxın və bu videonu daha çox insana çatması üçün bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun.